Mən bugün sizə Sona xanım adlı mətn testinin izahını verəcəm. Bu DİM test toplusundadır. Kitabın arxasında var bu mətn testi. Deməli, birinci mətni diqqətlə oxuyaq. Çoxdan bəri qapıda dayanıb oğlunun yolunu intizarla gözləyən xatun mehmanı evə buraxdı. Mehman atestatını çıxarıb anasına verdi. Xatun atestatı alıb öpdü və əllərini göyə qaldırıb. Min şükür, rəngindən bilirəm ki, qiymətlərin hamısı yüksəkdir, deyərək mehmanın boynuna sarıldı. Xatun oğlunun məktəbi bitirməyi şərəfinə axşama plov bişirmişdi. Axşam plov bişirdi. Mehmanın yaxın yoldaşlarını evlərinə dəvət etdi. Onlar yedikcə xatun dayanıb baxırdı. Evimizin vəziyyəti yaxşı olsaydı, Sona xanımı da çağırardıq deyə xatun balaca evinə. Evimizi yaxşı-yaxşı qurandan sonra mələk qəlbli müəllimi mütləq çağırarıq deyə mehman müəlliminə tükənməz ehtiram hissi ilə cavab verdi. Bəli, bizim Sona xanım şəfqətli bir anadır deyə mehmanın yaxın yoldaşlarından olan Salman dilləndi. O ömrünün mənasını sadə toxumu səpməkdə görür. Bəli, doğrudur deyə Məsum da dilləndi. Sona xanım saçlarının saysız hesabsız şagirdlərin yolunda ağardı. Onun alicənab ürəyi bütün məktəbi qızdırar. Elədir, çox lütfkar bir insandır. Səmimi dostluq olmadan heç bir ünsiyyətdən söhbət gedə bilməz deyə söhbətə Cəmil də qatıldı. Məclisin axırına qədər Sona xanımın adı ehtiramla çəkildi. Ana-bala tək qaldılar. Xatun bayaqki söhbətin güclü təsiri altında davam etdi. Sən ali məktəbi bitirəndən sonra müəllimini də çağırarıq. Lap körpə vaxtından o mənə toxtaqlıq verərdi. Qorxma xatun deyərdi. Mehman səni öz gözlərinin üstündə saxlayacaq. Bütün ağrı acıların çıxacaqdır. Mən başımı əyərdim, o hey danışardı. Baxardım ki, Sona xanım həm də məndən ötürü sənin qayğına çox qalır. Bilirdi ki, bizim bir-birimizdən başqa heç kimimiz yoxdur. Xatun bir an fikrə gedib birdən döndü. Məktəbdən çıxanda müəllim sənə nə söylədi? O səni sözsüz buraxmaz. Müəllim mənə dedi ki, oğlum daima öz ürəyini, vicdanını təmiz saxla. Heç bir zaman onu ləkələmə. Xatun gözləri doldu. Mən mətləbi başa düşdüm. Oğlum, mən də elə belə deyirəm. Təmiz ad, təmiz vicdan bu dünyada qızıldan da, lal-cəvahiratdan da qiymətlidir. İndi baxaq. Deməli, birinci sualımıza baxaq. Deyir ki, mətndə hansı obrazın nitqində mətnin məzmununa uyğun olmayan cümlə var? Burada düzgün cavab Cəmildir. Baxaq Cəmil nə deyib ki, onun nitqində düzgün olmayan cümlə var. Deməli, baxırıq. Birinci, o ömrünün mənasını sadə toxumu səpməkdə görür. Bəli, doğrudur deyə Məsum da dilləndi. Burada yəni elə müəllimədən danışır, müəlliməyə də münasibətini bildirir. Burada Məsumun dilində heç bir uyğunsuzluq yoxdur işlətdiyi cümlədə, mətnin məzmununa bağlı. Elədir, çox lütfkar bir insandır. Səmimi dostluq olmadan heç bir ünsiyyətdən söhbət gedə bilməz deyə söhbətə Cəmil də qatıldı. Baxın, burada Cəmil elədir, çox lütfkar bir insandır. Bura qədər düzdür, müəllimdən danışırdı. Ancaq səmimi dostluq olmadan heç bir ünsiyyətdən söhbət belə gedə bilməz. Yəni, bunların söhbətinə həmin bu cümlənin heç bir aidiyyatı yoxdur. Yəni, orada müəllimə münasibətdən, hörmətdən gedir. Cəmil isə burada dostluqdan danışır. Ona görə Cəmilin söhbəti burada mətnin məzmununa uyğun olmayan cümlə kimi götürməliyik. Sonra ikinci suala keçək. Deməli, ikinci sualı deyir ki, mətndəki əsas fikrin müəyyənləşdirilməsində mühüm məqam hesab edilə bilər. Yəni, bu nə deməkdir? Mətndə bizə əsas fikri nə deyir? Müəllim-şagird münasibəti, müəllim-şagirdə məsləhəti və həmin məsləhət sayəsində şagirdin əla qiymətlərlə məktəbi bitirməyi. Yəni, mətndə əsas fikirlər budur və həyatda özünə düzgün yol seçməyi. Deməli, baxırıq. Ana-balanın evləri haqqında düşüncələri. Ana-balanın evləri haqqında düşüncələrinin mətndəki əsas fikrə heç bir aidiyyatı yoxdur. Ona görə bunu götürmürük. Sona xanımın mehmana tövsiyəsi. Görürsünüz, Sona xanım mehmana tövsiyə edir. Bəli, bu da mətndəki əsas fikri müəyyənləşdirməsində rol oynayır. Biri, ikidir. Xatunun oğlunun uğurunu onun dostları ilə qeyd etmək niyyəti. Xeyr, yəni onun dostları ilə də qeyd edə bilər, tək də qeyd edə bilər. Amma bu mətnin əsas ideyası da mövzusuna aid deyil. Bunu da götürmürük. Xatunun intizarı, bunu da götürmürük. Yəni, bunun mətnin məzmununa heç bir əlaqəsi yoxdur. Şagirdlərin Sona xanım haqqında düşüncələri. Deməli, birinci Sona xanımın mehmana tövsiyəsi, sonra şagirdlərinin Sona xanım haqqında düşüncələri. Xatun intizardaydı, bəli, öz oğlunu gözləyirdi. Ancaq mən desəm ki, Xatun intizardaydı, siz mətnin məzmunundan heç də başa düşməyəcəksiniz. Amma mən bu iki cümləni işlətsəm ki, Sona xanım mehmana tövsiyə edirdi və şagirdlər də Sona xanım haqqında düşüncələrini bölüşürdü. Artıq o
mən sizin verdiyiniz cavab əsasında mən biləcəm ki, o mətndə məzmun nədir? Yəni əsas fikir nədir? Ona görə deyirik ki, 2 ilə 4-dür. Düzgün cavab Y. Sonra keçirik o biri testə. Verilmiş fikirlər mətndəki boş çərçivələrin yerinə hansı ardıcıllıqla əlavə edilsə, mətnin tərkib hissələri arasında əlaqə pozulmaz. Məsələn, mətnin boş çərçivələri hansılardır? Baxaq. Mətnə baxaq. Deməli, min şükür, rəngindən bilirəm ki, qiymətlərin hamısı yüksəkdir. Sonra, xatun oğlunun məktəbi bitirməyə şərəfinə axşama pulu bişirdi. Mehman yaxın yoldaşlarını evlərinə dəvət etdi. Deməli, bizə burada 3 dənə çərçivə verilib. Bu 1, bu 2, bu 3. İndi biz görək, oradakı sözləri bu çərçivələr hansına əlavə etməliyik? Deməli, baxırıq. 63. Burada yazılıb 11 il birinciyə 2 uyğun gəlir. 11 il addım-addım ötüb qurtardı. Baxın, burada yazılıbdır ki, min şükür, 11 il addım-addım gəlib qurtardı. Rəngindən bilirəm ki, qiymətlərin hamısı yüksəkdir. Deməli, 63-də min şükür, 11 il addım-addım ötüb qurtardı. O min şükür işlədilən cümlənin əvvəlinə işlədirik. Düzgün cavab C-dir. İndi baxaq, xatun bugünün xəyalını illərlə qurmuşdu. İkinci çərçivəyə də bunu qoyuruq. Xatun oğlu məktəbi bitirmək. Xatun bu ilin xəyalını illərlə qurmuşdu. Xatun oğlunu məktəbi bitirməyə şərəfinə axşama pulov bişirdi. Görsən, illərlə artıq o qədər gözləmiş ki, məktəbi Allah qiymətlərlə bitirsin. Gözlədiyinə görə də, artıq oğlu gəldiyinə görə də axşama pulov bişirmişdi. Ona görə olur ikinci çərçivəyə 1. Gənclər hamısı öz uğurlarından qürurlu və sevincli idilər. Üçüncü çərçivəyə də uyğun gəlir. Deməli, Mehman yaxın yoldaşlar evlərinə dəvət etdi. Gənclər öz uğurları